Allah sənad verirəm izzəti və cəlalı və kərəmi və rəhməti və mərhəməti və məhəbbəti və bu əllər ki, sənin dərgahına qaldırmışıq. İlk duamız İmam-ı Zamanımızın zühurunu təcil elə. Bağışlamamış bizi bu dünyadan aparma. İmanla, təqva ilə yaşamağı bizlərə nəsib elə. İlahi, izzətlə bu dünyadan köçməyi bizlərə nəsib elə. İlahi, ömrümüzün son anına qədər dini və xadim olanlardan qərar ver. İlahi və Rəbb, ya Rəbbəl aləmin, son anlarda can üstündə olanda kəlmə-i şəhadət deməyi bizlərə nəsib elə. Can üstündə olanda əhl-i beytin simasını görməyi bizlərə nəsib elə. Onların şəfaətini bizlərə nəsib elə. Məkkə, Mədinə, Kərbəla, Məşəd, Samirra, Kazimeyn ziyarətləri, Bəqi ziyarətləri, Həcc ziyarətlərini bizlərə nəsib elə.